Salam, hər vaxtınız xeyirli olsun dəyərli traderlərimiz. Bu gün yeni ticarət həftəsidir, birinci gündür. May ayın 19-udur, 2025-ci ildir. Və bu ticarət həftəsində bizi nələr gözləyir və qiymət hansı istiqamətə hərəkət edəcəyini öz ticarətim, belə deyim, strategiyama uyğun sizə göstərəcəm. Əgər sizə də bu mən göstərdiyim izahatlar uyğun olsa, öz ticarətinizdə tətbiq edə bilərsiniz. Başlayaq Euro-dollardan. Euro-dollarda mən də Telegramda, həmçində Instagramda pulsuz belə deyim, əməliyyat paylaşmışdım 2 həftə bundan əvvəl. Burada enişini göstərmişdim və qiymət də çox əla şəkildə eniş olundu burada. Yəni 190 punkt olundu. Kim istifadə eləmişsə çox yaxşı qazanc əldə etdilər. Yəni burada bizdə bir diapazon əmələ gəlmişdi. Bu dəstək rolu oynayırdı. Gözü 2 dəfə bu dəstək rolu oynayıb. Sonra bu qiymət bu diapazon qırıb keçib və burada dirənç rolu oynayıb. Yəni müqavimət olub. Gözünüz burada 1-2 hal-hazırdakı vəziyyətdə yəni qırıb keçə bilmir. Ümumiyyətlə yəni burada satışları bağladım profitlə. İndi alışlara daxil olmuşam. Çünki niyə? Əsas odur ki, yəni bizdə tendensiya artımdadır. Yəni euro-dollar bizdə artımdadır. Yəni tendensiya belə deyək ki, yuxarıdır. Yəni eniş üçün burada hal-hazırda heç bir şey yoxdur. Çünki burada baxın, buradakı maksimumları belə vurub qırıb keçib. Ona görə də hal-hazırdakı vəziyyətə biz enişlə heç nə deyə bilmərik. Sadəcə bu belə korreksiya olması vacib idi. Çünki hər bir heç bir alət belə bir artımı belə bir arta bilməz heç vaxt. Mütləq sürətdə korreksiya formasında artır. Yəni bu illərlə belə davam edir. Yəni belə də davam edəcək. Çünki hər hansı bir alətin artırması üçün onun korreksiyası vacibdir. H4-ə keçsək daha rahat baxmaq olar. Görürsünüz, baxın. Həmin bu diapazon, baxın, burada görürsünüz 1, ikinci dəfə burada, sonra 3, 4, 5 dəfə, yəni görürsünüz, bu diapazon çox yaxşı özünü göstərib. Yəni istər yuxarıdan aşağı gedən, istər aşağıdan yuxarı qalxanda, yəni bu diapazon çox ideal formada özünü göstərir. Yəni düşünürəm ki, əgər biz bu diapazonu belə deyim, qırıb keçsək və təzədən retest zamanı onda bizdə artım çox rahatçılıqla yuxarı gedib davam edə bilər. Hədəflər isə çox belə deyim, uzaqlarda deyil. Hədəf məndə göstərilib 21-ci ilin belə səviyyəsində. Görürsünüz, baxın, buradakı bu səviyyələri belə çox qlobal bir strateji səviyyələr idi. Qiymət onu kəskin şəkildə yuxarı qırıb keçib və düşünürəm ki, növbəti artım üçün bizdə burada heç nə yoxdur. Yəni qiymətin saxlanması üçün heç bir şey yoxdur. Ona görə düşünürəm ki, artım buradakı bu səviyyəyə qədər olacaq. Hədəflərə gəlmişkən, hədəf məndə burada 84 dollar stop lossdur və burada isə 245 dollar profitdir. Yəni 1-in 3-ə əməliyyatdır. Yəni burada stop lossla bağlansam belə, yəni mən 1% də itirməyəcəm. Burada 0,8% itirəcəm pul. Burada isə profitlə bağlansa 2% yarım pul qazanacam. Deməli, əziz izləyicilərimiz, funta keçək. Funt yenə də Instagramda, həm də Telegram qrupumda pulsuz dərc eləmişdim. Funtla bağlı öz belə deyim, gözləntimi. Funtun belə deyim, artımını yenə də gözləyirəm. Çünki bizdə yenə də vurğulamaq istəyirəm ki, bizdə tendensiya yuxarıdır. Yəni tendensiyamız bizə ancaq və ancaq yuxarıdır. Eniş üçün heç bir şey yoxdur hal-hazırda. Bir dənə funtun qabağını artım üçün kəsən belə deyim, güclü bir diapazon, o da bu diapazonudur. Və funt bu diapazonu belə qırıb keçsə, ondan sonra bizdə artım çox yaxşı formada yuxarı davam edəcək. Yəni hal-hazırda eniş üçün mən burada heç nə görmürəm. Yəni əzizləyicilər, bu sadəcə sizə
belə deyim, sadələşdirilmiş formasını təqdim edirəm. Yəni texniki analizdə, yəni belə deyim, Lore dilində. Yəni məndə işlədiyim qrafik tamamilə başqadır. Qrafik deyəndə, yəni ticarət belə deyim, platformamda. O da MT4 üzərindədir, düzdür, amma sadəcə olaraq, yəni o tamamilə başqadır. Yəni orada opsionlar, həcmlər, hər bir şey mövcuddur orada. Ona görə siz onları başa düşməsiniz deyə mən belə Lore dilində sizə təqdim edirəm. Yəni belə deyim, opsion cəhətdən, həmçinin də həcm cəhətdən bizdə heç bir şey aşağı yönlü üçün bir şey yoxdur. Burada da həmçinin əməliyyat hal-hazırda $110 minusdadır. Yəni minus olsa, stop loss olsa $110 itirəcəm. Qazansam da take profit olsa $200 yaxındır. Yəni birin bir yarım əməliyyatdır. Həm də onun yadımdan çıxdı sizə göstərməyə. Belə deyim, euro dollar həm də lokal olaraq belə üçbucaq forması var. Texniki analizdə özü üçbucaq formasıdır belə. Qiymət həmçinin onu belə qırıb yuxarı keçib. Ancaq burada bir növbədə də həmçinin bu da bir təkanda artım üçün. Yəni bu diapazon belə öz-üzə çəkin. Qırılıb keçsə, ondan sonra artım bizdə yuxarılara gedəcək. Keçək Cooper'a. Cooper mən 2 həftə bundan qabaq yenə də Instagramda, həmçində Telegram qrupunda pulsuz şəkildə dərc eləmişdim. Yəni deyirdim ki, yuxarı artım olacaq. Yəni Cooper bir metaldır. Yəni mən neftlə, həmçinin də gümüşün artımını gözləyirəm. Ona görə də Cooper metal olduğuna görə bu da təbii ki, onların dalınca hərəkət edəcək. Sadəcə yenə vurğulamışam, qalıb bu diapazon qırılması. Düzdür, lokal olaraq diapazon qırdıq, amma onun təzədən gəldi düşdü aşağı. Yəni bu diapazon kəskin şəkildə qırılıb, həmçinin bu belə deyim, maksimum yeniləndəndən sonra ondan sonra biz Cooper'ın artımını belə rahatçılıqla yuxarılara görə bilərik. Burada əməliyyatım stop lossla bağlansa $300, $350 minusda olacaq. Yəni 3% balansımdan gedəcək. Profitdə olsam da ki, $800 8%, yəni profit qazanacam. Ona görə də yenə də vurğulamaq istəyirəm əziz izləyicilərim, əziz traderlərimiz, mən bütün tələbələrimə və həmçinin traderlərə onu məsləhət görürəm ki, belə bir əməliyyatlar açın. Çünki sizin bir dənə belə trade profitlə bağlanılan əməliyyat, yəni 3 dənə, 4 dənə mənfi ilə bağlanan əməliyyatınızı belə deyim, paxrivat edə bilər. Yəni balansınız yenə də öz yerində qalacaq. Əsas Forex-da pul itirməməkdir. Əgər pul itirmirsinizsə, deməli siz qazanırsınız. Qızıl. Yeri gəlmişkən əziz izləyicilər, əziz traderlərimiz, məndə qapalı qrup var Telegramda. Orada pullu siqnallar təbii ki paylaşılır. Yəni bu əməliyyatlar belə $500 əməliyyatlar ancaq orada paylaşılır. Yəni yüksək gəlirli əməliyyatlar orada olur. Yəni kim ora abunə olmaq istəyirsə və Forex-dan pul qazanıb öz ticarətini yaxşılaşdırmaq istəyirsə, mənimlə əlaqə saxlayıb bu barədə sizə qapalı qrupun şərtlərini izah edə bilərəm. Baxın, qızıl bizdə belə deyim, maksimumlar yazandan sonra 3500-dən sonra çox adam elə başa düşür, elə yenə də bizdə artım olacaq. Təbii ki, o artım yenə də davam edəcək, çünki yəni qızıl hal-hazırda gözləntilər çoxdur. Yəni bu dəqiqə hamı qızıla qaçır, çünki belə deyim, təhlükəsiz alət cəhətdən baxanda qızılda pul saxlamaq daha da optimaldır. Bizdə günlüyə keçsəm, baxın, yenə də vurğulamaq istəyirəm, heç bir alət daimi olaraq arta bilməz. Yəni belə bir kəskin heç vaxt gedə bilməz. O mütləq sürətdə korreksiya ola gedir. Yəni korreksiya o nə deməkdir? Korreksiya o deməkdir ki, biz həcm yığırıq. Növbəti artım üçün biz həcm yığırıq. Belə deyirəm, qaçırıq, Lore dilində başa salsaq, daimi olaraq biz qaça bilmərik axı. Gələ oturaq bir yerdə bir 10 dəqiqə istirahət elə, sonra təzən bir də qaçaq. Həmçində bu Forex-da da o dediyim şey keçərlidir.
heç bir alət yəni daimi olaraq artıb və yaxud da ki, eniş edə bilməz. Texniki olaraq baxın, burada bir lokal belə deyim tendensiya var idi, eniş tendensiyası var idi və qiymət bunu qırdı, keçdi. Qırıb keçəndən sonra təzədən retest elədi və artıma başlandı. Mənim əməliyyatım buradan olub. Yenə də vurğulamaq istəyirəm ki, burada o alətlər yoxdur, opsion, həmçinin həcmlər yoxdur. Yəni bu ona uyğun mən əməliyyata girmişəm. Həmçinin səviyyələr var burada. Baxın, görürsünüz, bu səviyyələr var idi. Bu səviyyələrdə var idi və düşünürəm ki, qiymət bizdə artımı davam edəcək. Və bu əməliyyatım ola bilər ki, 3 həftə, 1 ay çəkə bilər. Yəni biz keçən həftə əməliyyata daxil olmuşuq. Belə deyim, ticarət günlərini hesablasaq 4 gündür əməliyyat bazarındayıq. Yəni bu gün $500 plusda var. Bu dəqiqə bunu bağlasaq, yəni $500 plusdur, 810 manat puldur. Yəni kiminsə bu belə deyim aylıq maaşıdır. Yəni 4 günə, 5 günə biz onu qazanmışıq. Amma yenə də belə bir əməliyyatlar həmişə bazar təqdim eləmir. Ona görə onu maksimal dərəcədə dəyərləndirmək lazımdır. Yəni take profit yerləşdirmişəm 3435-ləri. Yəni rahatçılıq 3500-ə qoymaq olar. Dostacılıq yəni tamaqdır. Artıq tamaq baş yarır. Niyə qoyum ki? Yəni burada plusu götürmək üçün polnu bəs eləyir. Yəni birinci lokalı. Yəni $1500 plus gətirəcək bu əməliyyat mənə. Bu da təxminən edir 15% mənim balansıma deməkdir. O da əla bir şeydir. Kakraz yay ərəfəsində dincəlmək üçün, pul toparlamaq üçün yaxşı bir variantdır. Baxın, yəni görürsünüz məndə əməliyyatlar 0.05 ilə açılıb. Yəni böyük bir lot əməliyyat deyil. Yəni bəzi traderlər və yaxud da ki, qrupda dərc edirlər. Nə bilim 2 lotla, 3 lotla açır, nə bilim $1000 götürür. O, yəni hamı aça bilər elə bir əməliyyat. Amma belə 0.05, 0.04, 0.06 ilə əməliyyat aç. Yəni mən elə bir trader mənə göstərin, açsın və belə bir profit götürsün. Yəni professional şəkildə belə deyim, yanaşma bundan ibarətdir. O scalping zadın swing trading deyirlər. Onlar hamısını yəni uzaq durun, başını buraxın. Nə qədər oralarda siz ilişsəz elə də qalasınız orada və pullarınızı itirəsiniz. Və sonuncu alətdə izləyicilərimiz, bu da bizdə silverdir, yəni gümüşdür. Burada da bu da əməliyyatım qapalı qrupa aiddir. $172'dır. Burada görürsünüz, bu bizdə bu əməliyyatım burada daxil oldum. Yenə çox baxın, əməliyyata daxil oldum və artıma başlandı. Çox mən traderlərə görmüşəm, burada sell verirlər. Və belə bir yerlərdə sell olanlar o qədər əməliyyat atıblar ki, burada sell verib və qiymət kəskin şəkildə artıma gedir və hər halda sizdə də olur. Məndə də olur valla. Yəni əvvəl başlanılarında məndə də buralarda sell verirdim və qiymət belə artıb gedirdi. Yəni deyirdim hər halda nəsə məndədir problem. Nə oldu bu belə eniş oldu. Mən sell verən kimi bu artıma getdi. Elə bilirim ki, nəsə mən idarə edirəm bazarı. Burada sell verirdim, təsəvvür edirsiniz, sell verdim və uçdu getdi yuxarılara. Yəni belə bir əməliyyatlar olurdu və onun üzərində işlədim. Müəyyən strategiyalar, müəyyən belə deyim kitablar oxudum. Çox şeylər, sınaqlardan çox şeylər keçdim və nəhayət özüm üçün bir strategiya növü yaratdım. Və buralarda o sell yox, buralarda buy verməyə başladım. Əziz izləyicilərim, bu əməliyyat yenə də vurğulamasının qapalı qrupa aiddir. Yəni belə bir əməliyyatlar orada dərc olur. Baxın, bizdə belə bir eniş tendensiyası var və qiymət onu qırıb keçməyib. Qiymət onu qırıb keçsə və bizdə ondan sonra artım davam edəcək. Çünki burada enişdən hal-hazırda bir şey görmürəm. Çünki nəyə görə görmürəm? Ümumiyyətlə gümüş bizdə gecikdirilmiş alətdir. Gecikmiş alətdir. Yəni əgər biz baxsaq ki, qızıl öz tarixi maksimumlarını yeniləyib, amma gümüş bunu etməyib. Yəni keçən ilin belə deyim, oktyabr ayından bu görürsüz elə öz yerindəcə yavaş-yavaş belə ticarət edir. Burada artıma başlamaq istəyirdi və biz düşünürük ki, hamımız tarixi maksimum yeniləcək və burada Trump başladı müharibə elan eləməyə, Çinə, bütün dünyaya ticarət müharibəsi və burada kəskin belə enişlər başlanıldı. Və ondan sonra təzədən artım davam edir. Yəni belə deyim, əgər lokal olaraq biz bu günlük Şamda
qiymət trend xəttini bunu qırıb keçib və polnusu belə bağlasa, şam bağlansa günlük. Ondan sonra biz artımı davam edə bilərik. Təbii ki, burada hərə öz ambisiyasına uyğun, həm də belə deyim, tamah uyğun yerləşdirə bilər take profiti. Yəni mən yenə də vurğulamaq istəyirəm ki, burada take profiti mən burada yerləşib. $500-dır, 5%-dir. Yəni burada itirsəm də, yəni 1%-dən azdır. Yəni də 1-in 5 əməliyyatımdır. Bu da bu take profit, gümüşün take profit mənim 5 dənə növbəti havaqsa stop lossumu əvəz edə bilər. Yəni bunu mən hal-hazırda belə də bağlaya bilərəm. Yəni stop lossu təhlükəsiz yerə də ata bilərəm. Qalsın orada. Yəni $500 da az pul da deyir. Yəni 2 həftəyə, 3 həftəyə bunu götürmək olar. Belə əziz izləyicilərim, sağ olun, salamat qalın. Yenə də kimə qapalı qrup maraqlıdırsa və Forex-dən pul qazanmaq istəyirsə, mənimlə əlaqə saxlayıb bu barədə sizə köməklik göstərə bilərəm. Sizə uğurlar arzu edirəm, bol-bol take profitlər və qazanc arzu edirəm. Sağ olun, salamat qalın.